Suşulkamız bu cürünə çəkdik. Gördüyünüz kimi xamutlara vurmuşuq. Qəşəng və səliqəli. Bu isə bizim radiatorlarımız. Alt giriş, alt dönüş. Keçək o bir otağa. O bir otağa keçirik. Bu isə bizim digər otağımızdır. Gördüyünüz kimi bu cürünə səliqəli çəkmişik. Bax, oralarda o qazdığımız yerlərdə pena vurmuşuq. Keçək o bir otağa. Bu isə bizim digər otağımız. Göründüyü kimidir. Bax, belə səliqəli, qəşəng. 40 santdan bir də xamut vurmuşuq ki, yəni turbalar əyilməsin. Keçək indi o biri zala. Bu isə zalımızdır. Göründüyü kimi səliqəli. Çoxları deyir ki, evim təmirlidir, üzdən çəkilməsi. Evim dağılır, çapılır. Ancaq heç də elə deyil. Bu da pena vurmuşuq, artıqlarını kəsib çıxardacaq. Bu cürünə qəşəng. Keçək kombi yanına. Bu isə mətbəxdir. Və bura bizim kombimizdir. Alt hissəsinin yığılmasıdır. 2 atmosferdə təzyiq vurmuşuq. Bu da bizim xamutlarımızdır. Bax, burayla gedir. Səliqəli 4-ü də suşulkuya, radiatora və isti soyuq suya arxa tərəfdən salmışıq. Görürsünüz, bu cürünə qəşəng və səliqəli. Allah hepsine xeyir versin.